Salam. Allah'tan hər bir evə ruzu bərəkət arzu edirəm. Ən əziz günlərdə süfrəmizin bəzəyi olan bugün mən paxlavanı hazırlayıram. Paxlava üçün bizə lazımdır un, yumurta, kərə yağı, süd, biraz droş, bir çimdik də duz. Paxlavamızın içli üçün isə bizə lazımdır qoz, şəkər, bir də hil lazımdır. Xəmirimizi yoğurmaq üçün əvvəlcə biz drojumuzu hazır edirik. 2 çay qaşığı pesok tökür. Üzerine azıcık süt tökürük. Sütü əvvəlcədən biraz isidirik. Xəmirimizi yoğurmaq üçün bir çimdik tuz atırıq. Və yağımızı tökür, umac olmağa başlayırıq. Yağımızı tökdükdən sonra umacımızı ovuruq. Umacımızı ovduq, heç bir yağ dənələri qalmadı. İndi isə bura hazır olan mayamızı əlavə edirik. 3 yumurta götürmüşdük. İkisinin sarısını üzəri üçün ayırdıq. Birini bükürük. Südümüzü əlavə eləyir. Xəmirimizi yoğurmağa başlayırıq. Xəmirimiz hazırdır. Üzerini streslə bağlayıb xəmirimizi acımağa qoyuruq. Xəmirimizi yoğurduq. Xəmirimiz acıyana qədər biz qozlarımızı maşından keçirək. Qozumuzu qoz çəkən maşından keçirdik. Üzərinə pesokumuzu əlavə edirik. Bir çay qaşığı da hilimizi. Sonra yaxşı-yaxşı qarışdırırıq. İndi isə paxlavamızın şərbətini hazırlayaq. Şərbət üçün bizə lazımdır 2 stəkan pesok, stəkan yarım su. Şərbətimiz qaynadıqdan sonra 1-2 damcı limon sıxırıq. Artıq xəmirimiz hazırdır. İndi kündələrimizi tutaq. Kündələrimizi hazırladıq. 2 böyük kündə, 10 dənə də kiçik kündə. Böyük kündələrimizdən biri alt qat üçündür, biri isə üst qat üçündür. Kündələrimizin arasını yağlamaq üçünsə kərə yağ götürür yərinmiş. İndi isə kündələrimizi yaymağa başlayırıq. Sinimizin alt hissəsini yaxşı yağlayırıq.
Bu qatımıza içlik səpmirik. Ara qatlarımızı çox yuxa yayırıq. Bu qatları yağlamadan içliyimizi qoyuruq. Bundan sonraki qatlar bu qayda ilə hazırlanır. Bu qatına içlik tökmürük, yağ tökürük. Yumurta sarısının üzerine bir xörək qaşığı süt tökürük, yaxşı çalır. Sonra isə paxlavamızı yağlamağa başlayırıq. Üzerine fındıq, qoz, badam ne istəsəniz düzə bilərsiniz. Paxlavamızı 170 dereceli tofkaya koyur. 10 dakika piştikten sonra götürür, üzerine yağ tökürük. 10 dakika tofkada kalan paklavamızı çıkardır. Arasını yeniden kesir ve üzerine yağımızı tökürük. Yağımızı töktükten sonra yeniden tofkaya koyur. 35-40 dakika pişiririk. Paklavamızı tofkadan çıxartdıq. 5 dakika gözləyirik, istiliyi keçir. Sonra isə şərvəndi, 15 dakika qaynatdığımız şərvəndimizi əlavə edirik. Şərvəndini tökdükdən sonra tofkaya qoymuruq. Paklavamız hazırdır, nuş olsun.